Salam. Bizim bu videom VLOOKUP funksiyasına həsr olunacaq. Deməli, plan elədik ki, biz sadə VLOOKUP-dan başlayırıq, sonra biraz onu təkmilləşdiririk və sonra bəzi qeyri-adi bir vəziyyətlərə baxırıq və çalışırıq bəzi daha qəliz və qeyri-adi bir tapşırıqları yerinə yetirək. Başlayaq sadə VLOOKUP-dan. Hesab eləyək ki, bizdə bu səhifədə müəyyən bir adlar var və həmin adlar bu siyahıda da mövcuddur. Və biz istəyirik o adlara uyğun, misal üçün, müəyyən bir göstərici tapaq. Deyək ki, hər ada uyğun, deyək ki, şəhəri tapmaq istəyirik və departamenti tapmaq istəyirik. Hər ikisini yazaq bura. Və VLOOKUP funksiyasının tətbiqinə başlayaq. VLOOKUP funksiyası nədir? Adından da, yəni vertical lookup, rusca onun adı gedir VPR və sadəcə o funksiya nə edir? Biz istədiyimiz mətni, rəqəmi, hər hansı bir simvolu biz göstərdiyimiz cədvəldən gedib tapır. Amma o şərtlə ki, həmin simvol, həmin mətn və yaxud həmin rəqəm bizim cədvəlin ilk deməli sütunundadır. Və ona uyğun olaraq həmin sətirdən biz göstərdiyimiz sütunda olan mətni və yaxud rəqəmi bizə qaytarır. Misal üçün, deyək ki, bax, bu adı gedib tapacaq bu cədvəlin birinci sütunundan və ona uyğun olaraq biz deyəcəyik ki, misal üçün bizə ikinci sütundan məlumatı qaytar və gedib onun departamentini bizə qaytaracaq. Və yaxud deyəcəyik ki, get 5-ci sütundan bizə məlumatı qaytar və gedib şəhəri qaytaracaq. Tamam. VLOOKUP necə işləyir? VLOOKUP yazmağa başlayaq. Və gördüyünüz kimi VLOOKUP 4 dənə, 1, 2, 3, 4 dənə deməli input parametrdən ibarətdir. Keçək onun function argument səhifəsinə. Və birincisi bizə gəlir lookup value. Lookup value nədir? Lookup value o mətindir ki, o ölçüdür ki, biz onu axtaracağıq. İkinci simvol bizdə bizim cədvəlimizdir. Üzr istəyirəm, ikinci input parametr bizim cədvəlimizdir. Yəni ki, o cədvəl ki, hardan ki, bax, biz bu lookup value-nu axtaracağıq. Və bu cədvəli o cür seçmək lazımdır ki, həmin cədvəlin bu lookup value həmin cədvəlin birinci sütununda olsun. Mütləq. Çünki VLOOKUP elə işləyir ki, o həmin bax lookup value-nu cədvəlin birinci sütununa uyğun olaraq axtarır. Növbətisi column index number, yəni ki, həmin lookup value-nu tapdı cədvəldən. Bəs ona uyğun olaraq neçənci sütundan bizə deməli məlumat qaytarsın. Column index number odur. Yəni ki, 2-dirsə 2-dən qaytaracaq, 3-dirsə 3-dən qaytaracaq, 1-dirsə elə həmin simvolun özünü qaytaracaq bizə. Axırıncısını hələ ki biz buraxa bilərik. Burada biz sadəcə false və ya 0 yazacağıq. Burada 2 dənə mümkün olan deməli parametr var. Yəni ki, false və yaxud true və onlara da false-a uyğun olaraq biz 0 yaza bilərik və yaxud true-a uyğun olaraq biz 1 yaza bilərik. Yəni ki, 0 və ya 1 və yaxud false və ya true. Yəni ki, biz hələ ki burada yalnız false-dan istifadə edəcəyik və ümumən də yəni ki 90% burada false yazırlar. Çünki false nə deməkdir? Gördüyünüz kimi baxın burada find an exact match bərabərdir. Yəni ki, dəqiq olaraq həmin biz axtardığımıza uyğun bizə məlumatı qaytarsın. True ilə bağlı yəni ki, mən qısa olaraq hər hansı bir növbəti videolara toxunacağam. Tamam, başlayaq bunu tətbiq eləməyə. Yazırıq deməli ad. Bax, bu adı axtarırıq. Hardan axtarırıq? Gedirik bizim cədvələ. Cədvəli biz seçə bilərik. Bu qaydada cədvəli biz seçə bilərik. Bu qaydada heç bir fərqi yoxdur. Sadəcə əmin olun ki, belə seçsəniz ki, siz bunu bərk edəcəksiniz ki, cədvəl aşağı sürüşməsin.
Yəni ki, fərqi yoxdur. Kimə necə rahatdır, o cürünə də seçir. Mənə rahatdır bütün sütunu seçmək, mən də o cür seçirəm. Sonra deyir ki, hansı deməli sütundan məlumat götürmək istəyirsən. Məsəl üçün departament bizdə gedir neçədə? İkinci sütunda. Mən bura sadəcə 2 yazacağam. Burada false və yaxud 0. Heç bir fərqi yoxdur. Gördüyünüz kimi bizə onun departamenti qaytardı. Axıra kimi tətbiq elədik. Və indi biz nə edəcəyik? Həmin formulanı biz buraya yaza bilərik. Sadəcə 2-nin yerinə 5 yazsaq, bizə regionu qaytaracaq. Və yəni gördüyünüz kimi, yəni ki, VLOOKUP bax bu qaydada işləyir və indi biraz bunu qəlizləşdirək, yəni ki, daha doğrusu baxaq bunun bəzi qeyri-standart bir məsələlərinə VLOOKUP-ın. Misal üçün biz indi qaytarmaq istəyirik bura departmentin regionu yox, biz bura qaytarmaq istəyirik nəyi? Deyək ki, bax bu saatları. Biz həmin qaydada eləsək, bir, 2, 3, 4, 5, 6, 7. 7-ci sözünü götürməliyik. Və iş orasındadır ki, burada bir balaca problem var. Problem nədir? Bu adlar istənilən adı buradan seçək. Məsəl üçün bu adı seçdik. Qoşqar Həmidov. Bizim cədvəldə bir neçə dəfə rastlaşır. Və departament hamısında eynidir və region da hamısında eynidir. Amma iş orasındadır ki, bax bu hours worked adlı kolum hamısında fərqlidir. Bu halda biz nə edək? Bu halda biz VLOOKUP-ı necə? Yəni ki, biz bunlardan hansını tapmalıyıq? Hansı saatı götürməliyik? Bax, bu artıq bizə bir problem yaratdı. Fikir verin özü, yəni ki, VLOOKUP-ın özü necə işləyir? Misal üçün, gəlin bu Kənan Abbaszadəni tapaq. VLOOKUP elə işləyir ki, bu siyahıda bunu birinci dəfə tapan kimi o birinciyə uyğun olan rəqəmi götürür və yaxud digər simvol olsaydı onu götürür. Həmişə elə işləyir. Misal üçün, bax bu 96, 68 bunları tapmayacaq artıq. Çünki VLOOKUP elə işləyir ki, bunu tapan kimi dayanır. Ona görə, misal üçün, buna uyğun sonuncu, bax bu sütuna uyğun adlara görə VLOOKUP eləmək yanlış bir deməli üsuldur. Nəyə görə? Çünki VLOOKUP-ı biz o cədvəllərdə tətbiq eləməliyik ki, bizdə hər bir sətir unikaldır. Tamam? Yəni ki, bu ad burada cəmi bir dəfə təkrarlansaydı, biz bunu eləyə bilərdik. Amma bu ad bir neçə dəfə təkrarlanır. Ona görə bu cədvələ biz VLOOKUP-ı tətbiq eləməyimiz düzgün deyil. Biz unikal bir məlumat burada tapmalıyıq. Unikal bir məlumata görə biz VLOOKUP verməliyik. Nə demək istəyirəm? Misal üçün, unikal bizdə məlumat bu cədvəldə nədir? Addır və aydır. Yəni ki, biz bu ikisinin deməli kombinasiyasını götürsək, artıq bizim cədvəldə unikal bir sətir yaranacaq. Yəni gördüyünüz ki, departament, unit hamısı eynidir. Bir dənə hər bir ad üçün aylar fərqlidir. Ona görə biz bunlardan hər hansısa bir spesifik olaraq birini tapmaq istəyiriksə, biz VLOOKUP-ı da elə ona uyğun olaraq bax bu iki dənə sütunun kombinasiyasına görə tapmalıyıq. Misal üçün, mən nə demək istəyirəm? Gəlin, bunları mən kopyalıyım. Və bura qaytarım. Misal üçün, biz Kənan üçün yanvarı tapmaq istəyirik, o birisi üçün fevralı tapmaq istəyirik və s. Bu üsulla işləmək istəyirik. Yəni, Kənan üçün düzgün gedib tapam. Amma o birisini seçsək, misal üçün Səməd. Səmədi axtarsaq,
Gördüyünüz kimi buna birinci 65 gəlir və bu da 65-i seçib. Amma bizə lazım ki 65 yox, bizə iyuna uyğun olaraq bu 71-i qaytarsın ora. O zaman biz nə edəcəyik? O zaman biz VLOOKUP-da bir balaca dəyişiklik edəcəyik. Yəni danışdığımız kimi bizdə elə bir sütun olmalıdır ki, hansı öz daxilində artıq VLOOKUP üçün bir unikallıq daşıyacaq. Yəni ki, bu cədvəldə cəmi bircə dəfə rastlaşacaq. O da bu adla ayın kombinasiyası, yəni ki, birlikdə yazılmasıdır. Misal üçün, bura bir dənədir biz sütun ala verə bilərik. Gəlin, mən bunu belə adını qoyaq. Name month. Okay. Və bura belə bir formula yazacağıq. Bərabərdir ad və qəşəng görsənsin deyə mən bir dənə aralarında boşluq qoyacağam. Bir dənə tire yazacağam və ay. Deməli, hamısının formulasını bura copy paste eləyəcəm. Və artıq görürsünüz belə bir sütun yarandı, hansı ki öz daxilində hər ikisi barəsində məlumat daşıyır. Sonra nə edəcəm? Burada da eyni sütun yarada bilərəm. Gəlin eyni sütunu yaradaq. Gəlin burama bir months yazaq. Burada gəlin həmin bu months, name months-ı kopya eləyək. Burada da eyni formula yazacağıq. Bərabərdir. Birinci gəlir ad, sonra bir dənə boşluq tire və ay. Artıq biz bunları düzgün tapmaq üçün buna görə yox və buna görə yox və buna görə VLOOKUP verəcəyik. Yəni ki, burada bunları silib yenidən yazacaq. Bərabərdir. VLOOKUP bu artıq axtarsın buradan yox, birinci sütun bizdə bu olacaq. Və bundan qabaq biz axtaranda bu 7-ci sütunda gəlirdi. Amma əlavə sütun gəldi deyə artıq bizdə bu sütun 8-ci olur. Birinci elə özüdür. 2, 3, 4, 5, 6, 7, 8. 8 false. Və gördüyünüz kimi rəqəmlər dəyişdi. Yəni ki, bu 69 qayıtdı, çünki bu yanvar üçün idi. Və digərləri artıq avtomatik dəyişdi. Bunu özünüz cədvəldə tətbiq edib yoxlaya bilərsiniz. Bu VLOOKUP-ın birinci belə qeyri-adi bir tətbiqi. Yəni ki, qeyri-adi bir vəziyyətdə tətbiqi. Yəni ki, biz 2 dənə kriteriya görə VLOOKUP verdik. Və eyni qaydada da 3 dənə kriteriya görə VLOOKUP vermək olar, 4 dənə, 5 dənə, neçə dənə istəyirsiniz və bu qaydada biz onları birləşdirəcəyik və artıq o birləşməyə görə biz VLOOKUP verəcəyik. Və nəyə görə biz onu eləyirik? Çünki VLOOKUP-ın yazılış qaydası elədir ki, yalnız bir dənə simvolu axtarıb ona uyğun məlumatı bilə qaytara bilər. Yalnız bir dənə. Eyni zamanda bir neçə dənəsi biz eləyə bilmərik. O səbəbdən biz hamısını bir sütunda cəmləşdiririk və artıq həmin sütunun deməli xanalarına görə VLOOKUP tətbiq edirik. Həmçinin VLOOKUP-da belə bir şey də var ki, misal üçün bax biz bunu database görürsüz, bu cədvəlin adı bu səhifənin adı database-dir. Biz ora VLOOKUP verir. Yəni ki, vacib deyil ki, biz keçək oranı seçək. Misal üçün bizim bu cədvəldə bir ad olsa, misal üçün MyTable adı verdik buna. Eyni qaydada biz bunun yerinə hamısını belə MyTable yaza bilərik. Heç bir fərqi yoxdur. Yəni ki, biz named range-ləri hansını ki, deməli, data validation falan üçün tətbiq edirik. Onu da formullarda da rahat tətbiq edə bilərik.
İndi belə bir məsələyə keçək. Biz bu VLOOKUP-ı tətbiq edəcəyik. Bax bu sütuna price, salary. Bizdə burada müəyyən bir görürsünüz, proyektlərə görə price var, bir də salary var. Biz sadəcə bu rəqəmləri ora qaytarmalıyıq. Onun üçün biz nə edəcəyik? Məsəl üçün biz buna da bir ad verə bilərik. Artıq ad vermişik projects və yaza bilərik. Bərabərdir VLOOKUP. Nəyə görə VLOOKUP verəcəyik? Orada bizdə həmin qiymət və maaş layihə adına görə gəlir. Layihəni seçəcəyik buradan. Layihə 2 nöqtə vergül. Həmin cədvəli də seçə bilərik. Sadəcə project-də yazsaq. Bunun üçün 2 yazacağıq. Və false. Və gördüyünüz kimi bütün rəqəmləri bizə qaytardı və eynisi də bu birisi üçün. Burada da üçüncüdən istifadə edəcəyik. Və salam. Biz VLOOKUP-ı tam olaraq tətbiq etdik. Deməli, biz VLOOKUP-ın 2 dənə kriteriyə görə axtarışına baxdıq və indi burada sonuncu bir məsələyə də baxacağıq, toxunacağıq. O məsələ nədir? Misal üçün, həmin cədvələ harada ki, biz ilk dəfə VLOOKUP-ı tətbiq elədik, artıq bu formulanı yazmışıq. Biz buna görə gedib departamentdə axtarırıq. Yəni, fərq etməz biz departamentdə bizdə adlara görə unikal olsa belə, yəni ki, biz eyni adla ayın kombinasiyası uyğun gedib onu axtara bilərik, heç bir problem yoxdur. Amma məsələ indi orasında deyil, məsələ indi digər bir deməli problem üzərində qurulacaq. Misal üçün biz birincisini tapdıq. Tamam, və aşağı biz bu formulanı tətbiq elədik və hər şey çox gözəl işlədi. Növbətçisi ondan ibarətdir ki, mən istəyirəm ki, mən bunu sağa da dartanda formula işləsin. Çünki misal üçün bəzi burada deməli diapazonları biz sabit eləsək alına bilər. Yalnız bir dənə problemimiz var. Misal üçün A8-i biz bir tərəfli sabit eləyə bilərik ki, aşağı dartını dəyişsin, sağa dartını dəyişməsin. Deməli biz rəqəmləri, hərfləri hərfləri deməli biz sabit edəcəyik və rəqəmlərə bərkitmə verəcəyik. Və həmçinin də bu cədvəli biz tam olaraq sabit edəcəyik. Və salam. İndi biz bunu istəyirik sağa dartaq və bizə yenə də bax bu region və iş saatlarının həcmini qaytarsın. Amma iş arasındadır ki, fikir verin, bunu sağa dartanda heç bir şey dəyişmir. Yəni ki, bu 3, 4 olmur, yəni ki, 5 olmur, 6 olmur, 8 olmur və s. Nəyə görə? Çünki bax bu 3-ü biz əllə yazmağımız bizim üçün bax bu problemi yaradır. Çünki bu statik bir məlumatdır. Biz bilirik ki, Excel-də biz formulanı harasa tətbiq eləyəndə, biz onu uzadanda, dartanda aşağı, sağa fərqi yoxdur. Bizdə bax bu deməli xanalar hansı ki sabit olmayıb, onlar dəyişir. Lakin bax bu rəqəm o statik bir rəqəmdir, o dəyişmir. Ona görə burada da biz nə etməyə çalışacağıq? Biz elə deyəcəyik ki, bax bu rəqəmin yerinə başqa bir xanaya istinad olsun, başqa bir şey yazılsın və biz onu da sağa, aşağı fərqi yoxdur. Hara dartanda o da dəyişsin, bizə uyğun olaraq ya dəyişsin ya dəyişməsin. Hal-hazırda o heç vaxt dəyişmir. Sadə bir nümunə gətirəcəm birinci. Misal üçün biz nə edə bilərik? Ən sadəsi. Götürüb bax o bunun misal üçün bizim cədvəlin neçənci sütun gedir? 3-cü gedir. Bura baxsaq, misal üçün bax buna görə, departament 3-cü gedir. Bu 6-cı gedir. Bu da 8-ci gedir. Düzdür? Biz götürüb o 3, 8, 3, 6 bir də 8-i bura yaza bilərik. Ümumən nəyə görə bu lazımdır? Nəyə görə mən istəyirəm bu məsələni biz aradan qaldıraq? Çünki burada indi cəmi 3 dənə sütundur. Amma təsəvvür edin ki, biz
bizdə 50 dənə sütun var. Biz 50 dəfə VLOOKUP yazmalıyıq. Və 50 dəfə biz bunu götürüb belə köçürsək, 3-ü eləsək 4, 5, 6, 55 nə qədər vaxt gedəcək? Onun yerinə biz bir dənə sadə indi formula tətbiq eləyəcəyik və o formulanın bütün məsələmizi həll eləyəcəyik. Ən sadəsi budur. Götürdük 3-ü, 6-nı, 8-i bura yazdıq və burada bu 3-ün yerinə səhv edirsən burada. Lap birincidə. Bu 3-ün yerinə götürüb bax. Buna biz bir bu xananı daxil elədik. Və dərhal biz bu xananı bir tərəfli sabit eləməliyik. Yəni ki, bizə lazım ki, aşağı dartında xana dəyişməsin, sağa dartında xana dəyişsin. Deməli, biz bunun rəqəmlərini sabit eləyəcəyik. Artıq biz bunu aşağı dartsaq və bunların hamısını belə sağa dartsaq, formula bizim üçün çox dəqiq işləyəcək. Amma burada da bir problem var. Biz indi sadəcə getdik, bunları da ölçdük bir-bir ki, bu 3-dür, bu 6-dır, bu 8-dir. Yəni ki, çoxlu sütun olsa, hamısını bir-bir biz gərək yəni də ölçək, ora yazaq. O da vaxtımızı aparır. Ona görə sadəcə bu addımı mən atdım ki, yəni ki, biz məsələni başa düşək ki, burada rəqəmin yerinə bizə nəsə başqa bir şey dayansa, biz bu formulanı dinamik eləyə bilərik. Və indi biz elə bir formula tətbiq eləyəcəyik ki, özü getsin. Məsəl üçün, department harda yazılıbsa, onun bizə sütun nömrəsini qaytarsın və daxil eləsin VLOOKUP-ın içinə. Region harda yazılıbsa eyni şey eləsin və hours worked harda yazılıbsa onun üçün eyni şey eləsin. Yəni getsin bu cədvələ, baxsın ki, hours worked harda yazılıb və onun sütun nömrəsini bizə qaytarsın və VLOOKUP-ın içinə daxil eləsin. Onun üçün biz VLOOKUP-ın içinə əlavə bir dənə formula yazacağıq. Bu formulanın adı nədir? Mən indi o formula ilə birinci çalışacağım, bax bu sütun nömrələrini qaytarım. Yalnız bir dənə formula ilə. Yəni gedim oradan saymayım, formula yazım, hansı gedib bunların sütun nömrələrini bura qaytaracaq. O formula adı match-dir. Match funksiyası və yaxud rusca poisk poz gedir, səhv eləmirəmsə. Match funksiyası 3 dənə input parametrdən ibarətdir. Birincisi gedir lookup value, biz nəyi axtarırıq? Bunu axtaracağıq. Sonra gedir lookup array. Bax, burada biraz müğayət olun. Lookup array, lookup table-dan eyni şey deyil. Biz lookupda lookup table-ını istifadə edirdik. O deməkdir ki, biz gəlib cədvəldə axtarırıq. Array isə vektor tipli bir diapazondur. Yəni ki, yalnız bir sətirdən və yaxud bir sütundan ibarət olan. Tamam, yəni ki, biz burada cədvəl seçsək bizə bir səhv verəcək. Yəni ki, sətir və ya sütun deyəndə mən nə nəzərdə tuturam? Yəni ki, mən bax bu department sözünü gedib axtaracağam haradan? Bax, buradan. Təbii ki, bunu bərk edəcəm. Yəni ki, görürsünüz, mən bir dənə sətirdən ibarət olan bir diapazon seçdim. Bax, belə bir şey seçə bilməzdim. Yalnız yerə belə seçim və yaxud belə seçim. Tam, buna müğayət olun. Match-də biz yalnız lookup table yox, lookup array-dən istifadə edirik. Seçdim. Və üçüncü parametrdə VLOOKUP-dakı kimi biz hələ ki 0 yazacağıq. Burada 3 dənə 1, 0 və ya -1 daxil eləmək olar. Hərəsinin nəsə bir mənası var, amma burada da VLOOKUP-dakı kimi yəni 90% 0 istifadə olunur. Biz də burada 0-dan istifadə edəcəyik ki, bizə dəqiq olaraq həmin bax lookup value-nun yerini qaytarsın. Və OK-yə bastıq və görün bizə nə qaytardı? 3. Yəni ki, getdi department sözünü. Bax, buradan tapdı və onun bizə neçənci yerdə olduğunu qaytardı. Match funksiyası bax bunu bizim üçün eləyir. Yəni ki, match funksiyasının nəticəsi bir rəqəmdir. Tamam. İndi biz bunu tətbiq etsək sağa. Gördüyünüz kimi hərəsinin bizə neçənci yerdə olduğunu qaytarır. Deməli, bu addımı biz eləməyə bilərik. Yəni ki, onun üçün match funksiyası var. Çox gözəl bir funksiyadır və çox işimizə yarayır. Və burada da artıq özünüz gördüyünüz kimi biz nə edə bilərik? Biz birbaşa götürüb belə VLOOKUP-ın içində match funksiyasını yaza bilərik. Nəyə görə? Çünki VLOOKUP-da 3-cü parametr bizə rəqəmdir və match funksiyasının nəticəsi də rəqəmdir. Ona görə biz onu bir input kimi VLOOKUP-ın içinə sala bilərik. Buraya yazacağıq match. Bunu axtarsın. Hardan? Buradan. Bəlkə deyək. 0 və bağladıq.
Və gördüyünüz kimi gəldi VLOOKUP, nəyi axtarırıq, haradan axtarırıq, neçənci sütun nömrəsini bizə qaytarsın, onu match şəklində yazdıq. Match funksiyası bizə bir rəqəm qaytaracaq və false. Vəssalam. Enter-a bastıq və eyni nəticə bizə qayıtdı. Sadəcə match funksiyasında biz bunu axtarırıq. Bizə lazım ki, biz bunu sağa dartanda dəyişsin, aşağı dartanda dəyişməsin. Ona görə bunu da biz bir tərəfli bərkidəcəyik. Və artıq aşağı dartanda bu dəyişəcək. Sağa dartanda da eyni qaydada lazım olan xanalar dəyişəcək, lazım olan olmayanlar dəyişməyəcək. Və biz bunları artıq silə bilərik. Yəni ki, VLOOKUP plus match bir yerdə çox belə qüvvətli bir alətə çevrilə bilər. Onun da bir nümunəsi kimi bizdə burada görürsünüz şəhərlər var. Burada da layihələrdir və onların kəşfməsində faiz dərəcələridir. Mən istəyirəm mənim faiz dərəcələrini bura qaytarım. Onun üçün nə edəcəm? Yazacağam. VLOOKUP nəyə görə axtarsın? Layihəyə görə. Hardan? Buradan bunu bərkitdik. Və neçənci sütunu qaytarsın? Sütun nömrəsi də, üzr istəyirəm, buradan. Mən layihəyə görə yox, şəhərə görə axtaracağım. Neçənci sütun nömrəsini bizə qaytarsın? Onu da biz nəyə görə verəcəyik? Match getsin, bax bunun adına tapsın. Buradan və diapazonu seçəndən sonra gördüyünüz kimi bizə, misal üçün, Bakıya görə faiz dərəcəsini tapar. Neçənci sütundan? Misal üçün, Baku A. Deməli, ikinci sütundan bizə qaytaracaq. Match funksiyası, bax, buradan belə axtaranda A burada ikinci yerdədir. Sonra gəlir bizdən 0. Və artıq biz qayıtdıq gördüyünüz kimi VLOOKUP-ın içinə və bir dənə də false və yaxud 0. Və salam, bizə 005 qaytardı. İndi düzdür, bu faiz formatı deyil. Bunu biz faiz formatına çevirə bilərik. Və artıq bunu axıra kimi tətbiq eləsək, bütün faiz dərəcələrini bizə qaytaracaq. Ümumən olaraq, yəni ki, VLOOKUP-la həlli bir belə və çalışın, öz işinizdə bunu tətbiq eləyin və həqiqətən həm iki kriteriya görə, həm bu match funksiyası, həm bu xanaları bir tərəfli bərkitmək, yəni ki, bizim işimizdə çox məsələləri həll edə bilər. Hansın ki, bəlkə də biz bugünə qədər yəni ki, müəyyən bir artıq əl işlərindən, yəni ki, artıq formulları yazmaqla və artıq sütunlar yaratmaqla həll eləyirdik. Diqqətinizə görə təşəkkür edirəm.